Və əgər insandan zülm yox olarsa, zülm etməzsə, əminamanlıq hasil olar. Lakin bir məsələ var ki, kamil əminamanlıqdır, yoxsa naqis. Əgər insanın imanı kamil olarsa və heç bir günah asili, yəni zülmün heç bir növü, istər böyük zülm, şirk, riya, istərsə də ondan aşağı olan zülm, günahlar, asiliklər, özünə qarşı həddi aşması, insanlara qarşı həddi aşması, öz haqqını verməməsi və s. bu zülmlər. Əgər heç bir zülm insanda olmazsa, kamil iman olarsa, onda insan üçün əminamanlıq, mutmainlik, rahatlıq tamdır, kamildir. Yox, əgər iman kamil olmazsa, mutlaqul iman, o deməkdir ki, iman var, amma kamil deyil. Amma əl-imanul mutlaq kamil imandır. İnsanda da mutlaq iman olarsa, yəni kamil olmayan iman olarsa, onda bu insana əminamanlıqdan da nəsə pay var. Mutlaqul əmin var insan üçün. Əminamanlıq var, əminlik. Amma naqistir. Misal üçün, böyük günah edən insan cəhənnəmdə əbədi qalmaqdan əmindir. Yəni, cəhənnəmdə əbədi qalmayacaq. Müsəlmandırsa, böyük günahları olsa da cəhənnəmdə əbədi qalmayacaq, lakin cəhənnəmdə əzab görməyəcək deyə əmin deyil. Bu insan əzaba layiq insandır. Hər hansı günah sahibi olur olsun. Allah Teala'nın istəyi altındadır. Əgər istəsə bağışlayar, istəsə əzab verər. Lakin əbədi cəhənnəmdə qalmaqdan əmindir. Bu əminlikdən pay var. Əzabdan tam əmin olmaqdan isə insana pay yoxdur.